Son vaxtlar ev yeməklərinin onlayn satışı ilə məşğul olan şəxslərin sayı artıb. Xüsusən yay aylarında qidalanmada təhlükəsizlik məsələsi diqqət mərkəzində olmalıdır. Onlayn çatdırılan evdə hazırlanan yeməklər nə dərəcədə təhlükəsizdir? Yəni, təhlükəsizlik qaydalarına nə dərəcədə əməl edilir? Əməkdaşımız Aysu Qayıbova elə bunu araşdırıb izləyək. Son dövrlər sosial şəbəkələrdə ev şəraitində hazırlanan yeməklərin satışına dair təkliflərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Müxtəlif səhifələr vasitəsilə sifariş qəbul edən şəxslər evdə hazırladıqları yeməkləri müştərilərə çatdırırlar. Lakin bu cür fəaliyyətin qida təhlükəsizliyi baxımından nə dərəcədə etibarlı olması, hazırlanan məhsulların hansı şəraitdə bişirilməsi və gigiyenik normalara əməl edilib-edilməməsi suallar doğurur. Bəs vətəndaşlar sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bu cür ev yeməyi səhifələrinə nə qədər etibar edirlər? Evdə hazırlanan yeməklərdən sifariş vermirəm. Başqasının gigiyena baxımından da hansı şərtlərə əməl etdiyini bilmədiyim üçün çox da güvənə bilmirəm. Bilincik falan görmüşəm reklam ellərin. Canlı yayımda məsələn necə hazırlandığını görmüşük. Onu məsələn təmizliyini görüb alırsan. Gözümlə görməsəm o nədən istifadə edir? Təbii ki, o mənim daxili orqanlarıma, sağlamlığıma ziyan vura bilər. Mövzu ilə bağlı sosial şəbəkələrdə ev yeməyi satışı ilə məşğul olan bir neçə şəxslə əlaqə saxladıq. Hər şey yeni hazırlanır. Bizdə hazır et yemək də olmur. Sifariş ona görə hər zaman 2 gün, 3 gün öncədən qəbul edirik. Həmin gün hazırlanır yəni? Düşbəri donmuş formada olur. Hazırlayıb donmuş formada verə bilərik. Onu da indi hazırlayacaqsınız, yoxsa hazırda əlinizdə var? Yox, hazır yoxdur. Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə mənşəyi və hazırlanma şəraiti məlum olmayan qidalarda hətta botulizm riski də ola bilər. Bu zaman toksin qidanın qoxusunu, dadını və rəngini dəyişdirmədiyi üçün istehlakçı bunu hiss etmədən ağır zəhərlənə bilər. Ən çox ev şəraitində hazırlanan turşular, hissə verilmiş məhsullardan daha çox zəhərlənmələr baş verir. Qida Təhlükəsizliyi Agentliyinin statistik məlumatlarına əsasən bəlli olur bizə ki, məhz zəhərlənmələrin 75%-i məişət zəminində olan qidalardan, hazırlanmış qidalardan baş verir. Meyvə və tərəvəz yaxşı yuyulmadığı təqdirdə, sterilizasiya prosesi düzgün tələblərə uyğun şəkildə aparılmadığı təqdirdə məhsulun, sağlam olmayan məhsulun ərsəyə gəlməsi baş verir. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, satış məqsədi ilə ev şəraitində qida hazırlayan şəxslər qida təhlükəsizliyi qeydiyyatından keçməlidir. Vətəndaşlara qeydiyyatdan keçməyən və müvafiq sənədləri olmayan qida subyektlərindən məhsul almamaq tövsiyə olunur. Agentlikdən o da qeyd edildi ki, onlayn fəaliyyət göstərən qeydiyyatsız satıcılara nəzarət çətin olduğundan belə hallarla qarşılaşan vətəndaşlar 1003 çağrı mərkəzinə müraciət edə bilərlər. Aysu Qayıbova, Fuad Allahyarov, ATV Xəbər.